Varın. Siz hamınız güzel bilirsiniz ki mən heç vaxt həddindən artıq ciddi olmamışam. Hətta söhbət bizim qanunlardan gələndə belə. Amma budur. Məlum olur ki, biz hələ də barış və qarşılıqlı anlaşmada yaşamağı öyrəşməmişik. Bugünkü hadisə göstərdi ki, mənim təmkinimə qarşı siz nə ilə cavab verirsiniz? Mənim başqa çıxış yolum yoxdur. Kralın əskərinə hücum elə kralın özünə hücum deməkdir. Belə. İndi qoy o ayaqlarıma gəlsin.